Hər birinizi xoş gördük. Mən Kəmalə Poladova və növbəti videoda hər birinizi salamlayıram. Məqsədim bu videoları sizə çəkməkdə ki, siz artıq nəyin nə olduğunu başa düşəsiniz və hansı problemlə üz-üzə qaldığınızın fərqinə varasınız. Daha sonra necə çözəcəksiniz, yəni onu artıq siz özünüz təyin edə bilərsiniz. Onu qeyd edeyim ki, 31 avqust 1 sentyabr tarixində bizim 2 günlük çox möhtəşəm bir təlimimiz olacaq. Bu təlimə mən sizin hər birinizi qoşulmağı çox istəyərdim. Çünki burada biz dualardan işləyəcəyik və dualarla nəsil kanalını necə şəfalandırmaq olar, onu sizə göstərəcəm. Xüsusi bir düstur hazırlanacaq, 40 günlük düsturdur və o düstur sırf sizin nəsildən gələn bütün ağırlıqları, lənət olsun, cadu olsun, hər hansı bir pulla bağlı inanc olsun, qadın enerjisi olsun, ailə həyatı, oğullarla, qızlarla bağlı və hər hansısa bir mənfi inancı ləğv etmək üçün hazırlanan bir düsturdur. Çünki nəsil proqramlarında o qədər proqram var ki, biz hər biri ilə ayrı-ayrılıqda işləsək, yəni ona nə zamanımız çatar, nə də enerjimiz çatar, nə də səbrimiz çatar. Və insan bəzən həqiqətən də bir məsələnin tez bir zamanda çözülməsini istəyir. İstəyir ki, bəs bu tez bir zamanda çözülsün ki, mən də nələrsə eləyə bilim və yaxud da nələrinsə fərqinə varım. Artıq öz həyatımı özüm dəyişim. Yazılmaq üçün aşağıdakı nömrələrdən əlaqə saxlayın. Mütləq sizi gözləyəcəyik. Çox maraqlı olacaq və çox həqiqətən də yaxşı mənada sizin həyatınızı dəyişəcək bir təlim olacaq. Bugünkü mövzumuz bizim ümumiyyətlə nəsil kanalıdır, nəsil şəfalanmasıdır. Ümumiyyətlə nəsil nə deməkdir, nəsil karması nə deməkdir? Bəzən olur ki, həyatınız bilmədən və yaxud da istəmədən, gözləmədən eyni ananızın və yaxud da eyni nənəvizin, ulu nənəvizin bir həyatını təkrarlamış kimi özünüzü görürsünüz. Və nəsil araşdırması eləyəndə görürsən ki, eyni ilə sənin həyatını sanki sənin ulu nənən də yaşayıb və yaxud da bənzərini, nə bilim, filan kəs yaşayıb keçmişdə. Və sən qalırsan belə, düşünürsən ki, bu necə ola bilər ki? Yəni mən axı belə bir şey istəmirdim. Mən axı fərqli bir həyat istəyirdim. Və yaxud da bir müddət deyirsən ki, bəs mən anam kimi yaşamayacağam. Mən anam kimi biri olmayacağam. Mən anamın etdiyi səhvləri, yanlışları təkrarlamayacağam. Və həyat çevrilir, gəlir. Elə olur ki, sən bir gün fərqinə varırsan ki, sən artıq eyni ilə mamavın həyatını yaşayırsan. Eyni ilə onun kimi hər şeyə reaksiya verirsən. Eyni ilə onun sıxıntılarını yaşamağa başladın sanki. Sanki nəsə oldu və sən bu həyatı kopyalamağa başladın. Biz ümumiyyətlə nəsil kanalını yox saya bilmərik. Bəzən insan deyir ki, mən nəslimdən imtina eləmək istəyirəm. Yəni mənə belə bir nəsil lazım deyil. Belə bir şey mümkün deyil. Yəni bu sadəcə sözdə olaraq da qalır. Hər hansı bir bunun bir ritualı, hər hansı bir praktikası da yoxdur ki, sizin nəsil kanalından qopartsın və artıq siz o nəslin nümayəndəsi olmayasınız. Elə bir şey yoxdur. Nəsil strukturun sayəsində biz dünyaya gəlirik. Müəyyən bir qismət tale yazılır bizə və biz eyni ilə bizim kodlarımıza birə-bir uyğun olan nəslə düşürük. Yəni siz düşünməyin ki, siz əslində məsəl üçün, nə bilim, Lord ailəsində doğulmalıydınız və yaxud da fərqli bir ailədə doğulmalıydınız. Amma təsadüfən gəldiniz, düşdünüz bu nəslə və indi hal-hazırda bu çətinliklərlə üz-üzəsiz. Yəni elə bir şey yoxdur. Sizin tam da kodlama sisteminiz nədirsə, ruhunuzun keçdiyi etaplar nədirsə, ki, ruhumuzun bütün informasiyası bizim çakralarımızdadır. Bizi məhz o dünyada bizim çakralarımızla tanıyırlar. Bütün etdiklərimiz, bütün kodlarımız, bütün inanclarımız, düşüncələrimiz, pisliklərimiz və yaxud da yaxşılıqlarımız hamısı bizim çakralarımızda yazılıb. Və ona əsasən də biz artıq yenidən doğuluruq və bizim eyni ilə çakralarımızdakı kodlara uyğun kimlər varsa biz onun nəslin davamçısı oluruq.
Bəzən elə nəsil olur ki, bitir. Həqiqətən də onun şəfalanmasına icazə yoxdur. Bağlanır. Uşağı dünyaya gəlmir və yaxud da gəlirsə hər hansısa bir ciddi bir problemlə dünyaya gəlir. Elə nəsil var ki, 30 yaşa qədər, 25 yaşa qədər çatmırlar. Elə nəsil var ki, həqiqətən də ancaq xəstə uşaqlar doğulur. Elə nəsil var ki, məsəl üçün mənim tanıdığım bir nəsil var idi ki, bizim yanımıza gəlmişdilər və 35 yaşa çatan bəylər hər biri rəhmətə gedirdi. Qızın atası da 35 yaşında rəhmətə getdi, qızın öz yoldaşı da 35 yaşında rəhmətə getdi və qızı xanımın, daha doğrusu artıq özünün 35 yaşa çatacaq bir övladı var və o da qorxurdu ki, oğlu da 35 yaşa çatıb rəhmətə gedəcək. Əlbəttə ki, bu çox dərin bir ağır nəsil lənətlərində daha çox özünü göstərir. Çünki həmin o proqramlar yəni uzun əsrlər boyu davam edən proqramlardır və onu dəyişmək daha çətindir. Yəni onu dəyişmək üçün ancaq yəni heç bir ritual, heç bir yəni mənbəyi bilinməyən həqiqətən də praktikaları etməkdən olmur. Bax onları sırf dualarla çözmək olur. Çünki bir tək Allahın ona gücü yetir ki, həmin o lənəti, həmin o ağır nə varsa, ağır enerjini qaldırsın və yox eləsin. Bir tək onun icazəsi lazımdır ki, həmin o lənət o nəsildən qaldırılsın. Və siz özünüz əlbəttə ki, evə gedib hər hansı bir duaları oxuya bilərsiniz, istədiyiniz qədər oxuya bilərsiniz. Amma mən artıq 17 yaşımdan oxuduğum üçün artıq hansı duanın necə insana təsir etdiyini çox yaxşı bilirəm və çox yaxşı, belə deyim, insanlarda da bunu çox gözəl və mükəmməl bir şəkildə tətbiq etmişik. Ona görə bu sırf bu lənətlər üçün, ağırlıqlar üçün, pul kanalının bağlı olmağı və yaxud da ailə proqramların şəfalanmağını istəyənlər üçün bizim ayın axırı təlimimiz var. Və o təlimdə bu düstur veriləcək ki, bu düstur başqa heç bir təlimdə verilməyəcək. Çünki növbəti təlimlər olacaq bizdə qadın enerjisi, sonra olacaq pul kanalı və onların heç birində burada verilən düstur verilməyəcək. Çünki onların düsturları fərqlidir. Və ona görə bu əgər siz öz nəsil kanalınızı həqiqətən şəfalandırmaq istəyirsinizsə və bu problemlərdən qurtulmaq istəyirsinizsə, bu təlimlər qatılmağı çox məsləhət görürəm. Çünki biri olub artıq iyul ayında, biri avqustda olacaq, avqustun sonu, daha sonra sentyabr və oktyabr. Yəni digər aylarda olacaqmı, olmayacaqmı hələ ki bilmirəm. Çünki təlim çox belə deyim, yaxşı mənada ağır keçir və insanların dəyişməsi də çox möhtəşəm bir şəkildə olur. Və mən bilmirəm buna nə qədər insan hələ ki hazır olacaq. Yalnız çox xahiş edirəm, hazır olanlar və dəyişimi qəbul edənlər bu təlimlərə qatılsın. Çünki bu təlim sizə asan bir şey kimi gəlməsin. Yəni bir şey ki, siz öz həyatınızı dəyişirsiniz. Bir şey ki, siz öz nəslinizin nümayəndəsi olaraq bütün kanalları və blokları dağıdıb və daha da irəli gedirsiniz və öz uşaqlarınızın, nəvələrinizin, nəticələrinizin həyatını dəyişdirəcək bir enerjiya sahib olursunuz. Düşünün ki, sizin bir zamanlar övladlarınız, nəvələriniz deyəcək ki, bəs mənim belə bir nənəm olub, mənim həyatımı dəyişib və ondan sonra bizim bütün nəslimizin həyatı həqiqətən də dəyişdi. Mən düşünürəm ki, əgər siz bu videoya baxırsınızsa, siz artıq bu nəslin çox gözəl bir nümayəndəsisiniz və xilaskarısınız ki, sizə bu informasiyanı hal-hazırda eşitməyə, qəbul etməyə bir icazə verilib. Çünki bu karmanı təmizləmək üçün də ilahi icazə mütləqdir. Keçək ümumiyyətlə nəsil kanalına nə olmasına. Nəsil kanalı bizi həyatda tutan, nəsil kanalı bizim həyatımızı, qisməti belirləyən bir enerjidir, belə deyək, bir enerji toplumudur. Sizin nəsil kanalınızda yaşayan, rəhmətə gedən, həyatını, nə bilim, pis və yaxud da yaxşı, fərq yoxdur, necəsə yaşayan insanlar var, mövcuddular, idi. Onların həyatlarını biz yox saya bilmərik. Yəni biz deyə bilmərik ki, bu insan belə bir həyat yaşadı və mən indi hal-hazırda onu yox sayıram. Yox.
O insan müəyyən bir səhvlər elədi, o insanlar müəyyən bir səhvlər elədi, müəyyən bir sıxıntılar yaşadılar, müəyyən bir həqiqətən bəlkə də sistemə və yaxud da inanclarına zidd olan hərəkətlər elədi. Yəni biz onları heç bir halda qınamırıq, çünki həmin ərəfədə bu informasiyaların heç biri açıq deyildi. Çünki yer kürəsi buna açıq deyildi. Çünki insanlar buna açıq deyildi. Çünki icazə verilməmişdi ki, insanlar bu məlumatları eşitsin. Və orada edilən çox səhvlər olub, çox yanlışlar olub və əminəm ki, hər birimizin nəslində bəlkə də elə bir nümayəndə hələ olmayıb ki, desin ki, mən bu nəsli şəfalandırmaq üçün gəlmişəm, yəni fərqində olaraq. Və yaxud da mən bu nəsli aydınlatmaq üçün gəlmişəm. Mən özümü dəyişəcəm ki, mənim nəslimdəki nümayəndələr də hamısı dəyişsin və s. Yəni bunu deyən, bilmirəm, siz bəlkə eşitmisiniz, mən bizim nəsildə məsəl üçün o sözü eşitməmişəm. Və bu da o deməkdir ki, nəslin bir çox çözülə bilmədiyi məsələlər hal-hazırda hələ də ortalıqdadır. Yəni hələ də o fırlanır, hər hansı bir çətinlik formasında və yaxud da hər hansı bir sıxıntı formasında gəlir sizi tapır. Məsəl üçün pulla bağlı bir inanc var idisə, kasıbın yəni pulu olmasa da olar və yaxud da kasıbın pulu çox olsa o Allahdan uzaqlaşar kimi inanclar da var bizdə ki, bu inanclar bizi qabağa getməyə qoymur. Demək ki, hardasa nəsil kanalında bu inanclar var idi və bu inanc nəticəsilə insanlar yaşayıb və bir yerə qədər gəlib çıxa bilməyiblər. O məsələ orada çözüldümü? Çözülmədi. Çünki çözülməmişdə insanlar rəhmətə getdilər, dünyasını dəyişdilər və o məsələ enerji formasında artıq gəlib indiki gününüzdə sizi tapır. Deməli, bu nə deməkdir? Nəsil kanalında xəyanətlə bağlı bir inanc var. Nənəyə xəyanət olub, ulu nənəyə xəyanət olub, kişilər gəzər deyilib, kişiyə olar deyilib, bir inanc formalaşıb. O insanlar hamısı rəhmətə gedib və rəhmətə getdiyi günə qədər, son günə qədər bu məsələ çözülməmiş, ortada qalıb bir enerji formasında. O 4-cü nəsildə də ola bilər, 8-ci nəsildə də ola bilər, fərqi yoxdur. Bu sizin ananızda, nənənizdə də ola bilər. Bu məsələ çözülməyibsə, bundan bir dərs çıxarılmayıbsa, o məsələ gəlib sizi mütləq şəkildə şuuraltı inancla gəlib sizi tapacaq. Sizin qarşınıza çıxacaq. Yəni siz də gec-tez bir xəyanətdən üzləşəcəksiniz və yaxud da üzləşdikdən sonra belə sizə deyiləcək ki, nə olub ki, burada nə var ki, sən dözməlisən. Sanki eyni sözləri eşidəcəksiniz. Bax, burada siz artıq bir qərar verməlisiniz ki, mən bunu oturub ya qəbul eləyəcəm, ya mən bu inancla həyatımı davam eləyəcəm və mənim uşaqlarım da bu inancla öz həyatlarını yaşamağa davam eləyəcəklər və yaxud da mən indi və bu saat bu inancı özümdə dəyişəcəm və dəyişəndən sonra da mən öz həyatım daxil olmaqla mən öz övladlarımın da həyatını dəyişmiş olacağam. Baxın, burada seçim çox önəmlidir. Azad iradə qanunu deyilir ki, sən seçim etməlisən. İnsan dəyişməyi istəməlidir. Siz istəməlisiniz yaxşı yaşamağı. Siz xoşbəxt olmağı istəməlisiniz. Siz sevilməyi, sevməyi, uşaqlarınızın yaxşı olmağını, sağalmağını, şəfalanmağını istəməlisiniz. Siz istəməyəndən sonra sizə heç kim bunu məcbur eləyə bilməz. Çox saxla. Çox götür dayım bundan sonra. Daha sonra sanki siz bu nəsildə doğularkən siz bu nəslin bütün inanclarını olduğu kimi qəbul etmək üçün bir imza atırsınız. Yəni mən qəbul edirəm, mən heç kimi yargılamıram. Kim həyatını necə yaşayıbsa, nə cür yaşayıbsa, neqativmi, pozitivmi, fərqi yoxdur. Mən onu heç bir şəkildə qınamıram. Mən onu olduğu kimi qəbul etməyi seçirəm və mən həyatımı da davam edirəm, amma düzəltmək şərti ilə. Baxın, biz hər zaman deyirik ki, insan özünə sual verməlidir ki, mən kiməm, düzdürmü? Yəni siz bu dünyaya sadəcə yemək yemək üçün, nəsil artırmaq üçün və yaxud onun bunun haqqına girmək üçün, qeybətini etmək üçün gəlməmisiniz. Siz daha böyük bir missiyanı icra etmək üçün gəlirsiniz bu dünyaya.
Siz bu dünyaya özünüzü tapmaq üçün gəlirsiniz. Siz bu dünyaya insanlara yaxşılıq etmək üçün gəlirsiniz. Siz ana-atanıza xeyirli övlad olmaq üçün gəlirsiniz. Bəli, siz deyə bilərsiniz ki, mənim bəlkə də anam, atam çox da yaxşı bir ata-ana olmayıb. Ola bilər də, yəni onlar müqəddəs sayılsa da, bəzən bilmədən və yaxud da istəmədən bizə hər hansı bir səhvlər edə bilərlər bizə qarşı. Yəni bunu da olduğu kimi qəbul etmək bu bizim boynumuzun borcudur. Bununla üz-üzə qalmamaq, kiməsə nəyəsə görə mən olsam sənin yerində bunu eləməzdim deməyərək və yaxud da mən daha ağıllıyam, sən daha ağılsızsan demədən də biz öz həyatımızı düzgün şəkildə yaşamağı öyrənməliyik. Sizin əgər daxili rahatlığınız yoxdursa, sizin istəyir bank hesabınızda nə qədər tonla pul olsun, sizin o rahatlığınızı həmin o pul təmin eləməyəcək. Siz birinci daxili rahatlığınızı tapmalısınız. Siz rahat olmalısınız. Siz oturanda, evdə, işdə, küçədə yeriyərkən belə, idman edərkən belə, kompüter başında nəsə iş görərkən belə sizin daxili rahatlığınız mütləq şəkildə olmalıdır. Çünki siz daim narahat içindəsinizsə, daim negativ içindəsinizsə, həyəcan içindəsinizsə, siz bu həyatı doğru düzgün yaşaya bilməyəcəksiniz. Və müəyyən bir yaşa çatdıqdan sonra, artıq ölümlə üz-üzə qaldıqdan sonra siz başa düşəcəksiniz ki, siz həyatınızı həqiqətən də boşa yaşamısınız. Və inanın ki, həmin anda keçirilən o his, həmin anda yaşanılan o peşmançılıq mən heç kimə o hissi arzulamaram. Çünki həqiqətən də insanı məhv eləyən bir inanclardan biridir. Peşmansan ki, sənə bir həyat verildi və sən onu doğru dürüst yaşaya bilmədin. Ona görə dəyişmək üçün, bax bizə yazırsınız ki, necə dəyişim? Hər videonun altında mütləq ki, bir nəfər yazacaq ki, danışırsan, amma bizə göstərmirsən necə dəyişmək lazımdır. Bunun bir sehirli çubuq olmadığını artıq hər birimiz bilirik. Və o sehirli çubuq heç birimizdə yoxdur. Nə məndə, nə o birisində. İstəyir gedin Joe Dispenza'nın belə yanına, yəni şuuraltı terapistdir də, çox güclü bir insandır. O belə sizi bir dəfədən şəfalandıracam deyərək bir düşüncə və yaxud da bir inanc ötürmür sizə. Yəni onun belə proqramları var, intensiv, progressivni intensiv, daha sonra nə bilim retreatləri var və sən onların artıq hər birini keçirdikdən sonra sən aydınlanmış sayıla bilərsən. Bu qədər asan bir şey olsaydı, yəni hər kəs bunu eləyərdi də, düzdürmü? Hər kəs gedərdi, bir praktikanı eləyərdi, icra eləyərdi və onunla da bütün həyatındakı məsələlər çözülərdi öz-özünə. Və insan deyərdi ki, nə qəşəng, nə asan, nə rahat. Amma hər şey belə asan da olurmu? Yox. Çünki siz indiyə qədər yığdığınız keçmiş həyatların təcrübələri var. Nəsil kanalların inancları var, hansı ki DNT səviyyəsində gəlib oturub artıq sizin hüceyrələrinizə. Nəyə görə həkimə gedirsən, birinci soruşur ki, nəsildə var? Bizdə məsəl üçün məndə allergiyam var idi. Birinci həkimin sualı oldu ki, nəsildə kimdə var allergiya? Anamda var, nənəmdə var. İndi də mənim uşaqlarımın üçünə də keçib allergiya. Bu nədir? Bunu mən dəyişə bilmirəm. Bu artıq hüceyrələrlə ötürülən bir inancdır ki, uşaqların üçündə də məndən allergiya keçib. Hardan bilirlər, düzdürmü? Mənim yəni bir belə deyim də, nəsildən gələn xəstəliklər, nəsildən gələn inanclar da ən azı o xəstəliklər kimidir, mövcuddurlar, varlar. Amma bəziləri artıq sən doğulduqda sənə verilir. Məsəl üçün bir allergiyadır, düzdürmü? Mən artıq doğulandan o allergiya məndə var idi. Yəni onu mən sonra əldə eləməmişəm. Mənim övladlarım da üçü də doğulandan sonra artıq biz bildik ki, bunlarda allergiya var. Yəni bu artıq onlara verildi. Mən bunu nə dəyişə bilirəm, nə də çözə bilirəm. O artıq verilib. Amma mən onların düşüncələrini, inanclarını, həyata baxışlarını özümü dəyişməklə dəyişə bilirəm. Və yaxud da mən anamla münasibətimi, nənəmlə münasibətimi, ulu nənəmlə olan münasibətimi və oradan gələn bütün o lənətləri mən öz düşüncəmlə dəyişə bilirəm. Bəli. Bu çox önəmlidir. Hər şeyi biz dəyişə bilmərik. Yəni həyatda sən bütün hər bir şeyə çarə var, mən deyə bilmərəm. Yox, elə bir şey var ki, bəlkə də ona çarə də yoxdur. Amma əgər həyatınızda əliniz, qolunuz varsa,
danışa bilirsinizsə, nə bilim, ən azı dua oxuya bilirsinizsə, deməli artıq dəyişmək üçün sizə bir icazə verilir. Deməli hər hansı bir yol açılır ki, bax sənin hələ həyatında bu mövcud deyil, amma bu ola da bilər, olmaya da bilər. Bunun artıq seçimi sən eləyirsən. Dediyim kimi, bəzən olur ki, nəsildə kimdənsə imtina gedir. Bəlkə sizin nəslinizdə də olub, eşitmisiniz, kimsə nəsə eləyib və sən ona deyirsən ki, imtina eləyirəm, mənə elə bir insan lazım deyil və s. Və bəzən nəsil kanalı elə çevrilir ki, həmin o imtina edilmiş insanın yerinə sizin həyatınızda nəsə baş verir, ya sizdən imtina eləyirlər və yaxud da siz də nəsə eləyirsiniz, sanki onun həyatını yaşamış olursunuz. Bax, bu çox önəmlidir. Çünki nəsil sistemi elədir ki, orada balans mütləqdir. Kainatın ən vacib qanunlardan biri balans qanunudur. Alma-vermə balansıdır. Mən hal-hazırda sizə məsəl üçün təmənnasız video verirəmsə, siz bunun altında xoş sözlər yazaraq artıq o balansı tamamlayırsınız. Yox, əgər buna baxıb dəyərsizləşdirirsinizsə, yəni o zaman mənim enerjim də mənfiyə gedir. Ona görə mən hər zaman deyirəm ki, neqativ söz yazmaqdansa heç yazmamaq daha yaxşıdır. Çünki siz mənim enerjimi alırsınız, sabah da sizin enerjinizi alacaqlar. Bildiniz necə? Yəni sistem belə işləyir. Nəsil kanalında dediyim kimi, yəni imtinalar da ola bilər və yaxud da aşırı dərəcədə belə deyim, çox pisliklər ola bilər. Həqiqətən də elə nəsil var ki, mən tanıyıram, yəni işləmişik belə insanlarla ki, yəni orada hamı cadu eləyir. Hamı gedir falçı baxıcının yanına. Bu artıq o nəslin kanalının enerjisinin tam aşağı enməsidir və artıq aşağı varlıqlarına o kontraktların daha da möhkəmlənməsidir və s. Yəni unutmayın ki, cadudur, lənətdir, gözdür, nəfsdir. Bunlar hamısı nəsil kanalları ilə də bizə ötürülür və sizə nə vaxtsa bir cadu olunur və orada artıq müəyyən bir varlıqlar sizə qoşulur və o artıq hüceyrələrlə belə deyim, gəlir sizin ananıza qədər gəlir, çıxır və anadan da uşağa plasenta vasitəsilə ötürülür. Bunu da nəzərə alın və anadan gələn bütün inanclar hamısı da bizim uşaqlarda var, mövcuddur. Yəni mən hamiləlikdə nə düşünmüşəmsə, nədən qorxmuşamsa, nə məni narahat edib, o bütün qorxular mənim övladlarımda da var. Və ona görə də hamilə qalmazdan öncə mən tövsiyə edərdim ki, bütün bu biliklərə sahib olun ən azı. Fərqində yaşamağı öyrənin ki, sizin artıq hamilə olduğunuzda yeni bir kodlama sistemi ötürsün uşaqlarınıza. Biri var ki, siz uşaqlarınızı artıq ana bətnindən şəfalandırırsınız. Biri var da ki, artıq doğulublar, müəyyən bir yaşa çatıblar və ondan sonra siz onları şəfalandırmağı seçirsiniz. Yəni o biraz daha zaman alır. Və qeyd etdiyim kimi dostlar, bu təlimlər bizdə təkrar olmayacaq. Yəni bir müddətdən sonra və yaxud da nə bilim 5-6 aydan sonra, yəni bizdə olunan heç bir seminar, heç bir kurs, heç bir təlim sonra bir daha təkrarlanmır. Yəni o bir dəfə olur. Kim o təlimlərdən yararlanmalı idisə, sistem vasitəsilə, ilahi sistem vasitəsilə, yəni struktur qurulur və bizə yazılırlar. Necəsə olur, mənim videom onların qabağına çıxır və s. Yəni o artıq gəlir məndən o biliyi alır. Yəni ondan sonra mən bir də eyni təlim keçmirəm. Yəni bu nəsil proqramı bir dəfədir. Buna aid təlim bir dəfədir. Buna aid bu 40 günlük dua düsturu bir dəfə veriləcək sizə. Bunu sonradan alım, bunu sonradan götürüm. Belə bir şey yoxdur. Yəni kim ancaq təlimlərdə iştirak edəcəksə, onlara veriləcək. İş yox. Yəni iştirakçılar da başqalarını ötürə bilməz, çünki balans ciddi bir şəkildə pozulur. Və bunun da qiymətini çox münasib qoymuşuq. Sadəcə 50 manat. İnanın ki, sizə 50 manat 2 gün, 2 saat yarım, 3 saat təlim keçən heç kim olmayacaq. Və düşünürəm ki, bu bir fürsətdir. Bu fürsətdən yararlanmaq da artıq sizə qalıb. Əgər hiss edirsiniz ki, bu təlimdən həqiqətən də alacağınız varsa, o zaman yazılmağı tövsiyə edirəm. Amma yox, əgər içinizdə bir səs deyirsə ki, mənim burada alacağım heç bir şey yoxdur, o zaman demək həqiqətən də alacağınız heç bir şey yoxdur. Sizə uğurlar arzu edirəm. Çox sağ olun ki, məni izlədiniz. Növbəti videolarda görüşənədək.